Get anandan soruş deyən atalar, babalar, nənələr. Bu cümlə təkcə bir cavab deyil, uşağa verilən bir mesajdır. Bu cümlələr təkrarlananda uşaq öyrənir ki, qaydaları qoyan, sərhədləri müəyyən edən və qərarları verən sadəcə anadır. Digər valideyn isə məsuliyyəti öz üzərinə götürməyən biri kimi görünə bilər. Nəticədə isə uşaq valideynləri bir komanda olaraq deyil, biri qayda qoyan, biri isə həmin qaydalardan kənarda duran insanlar kimi qəbul etməyə başlayır. Psixologiyada uşaqların təhlükəsizlik hissi valideynlərin ardıcıl və ortaq mövqe nümayiş etdirməsi ilə formalaşır. Uşaq bir sual verəndə və ya icazə istəyəndə daim başqa valideynə yönləndirildikdə ailə-daxili rollar qeyri-bərabər görünür. Bu da həm bir valideynin üzərinə artıq yük düşməsinə, həm də uşağın sərhəd anlayışını qarışdırmasına səbəb ola bilər. Valideynlik təkcə uşağı sevmək və onunla gözəl münasibət qurmaq demək deyil. Bəzən hə, bəzən yox demək, qərar vermək və məsuliyyəti bölüşməkdir.